Hər kəs salam arzulayıram ki, yaxşısınız. Gəlin görək noyabr ayında bizi nələr gözləyir, bürcləri nələr gözləyir. Noyabr ayı maraqlı bir ayıdır. Noyabrın elə direkt videoya keçirəm, hissəyimizə keçirəm. Noyabrın 4-ü Mars Oxatan bürcünə keçir və həyatımızın biraz daha renkli və əyləncəli bir dönəminə gedirik. Noyabr ayında enerjimiz olduqca yüksək olacaq. Noyabrın 4-dən etibarən daha çox gəzməyə, səyahət etmək istəyənlər səyahət etməyə, oxumağa, öyrənməyə daha meyilli olacaq. Həyat sevincimiz çox daha yüksək olacaq və biraz yerimizdə dayana bilməyəcəyik, əyləncəli, maraqlı vaxtlar keçirdəcəyik. Noyabrın 5-də isə Boğa bürcündə bir dolunay olacaq. Bu dolunay maddi mövzuları gündəmə gətirəcək. Pul, maddiyyat, qazanclarımız, maddi dəyərlərimiz, mənəvi dəyərlərimiz gündəmə gələcək. Maddi dəyərlər daha çox bizim pulumuz, başqa, yəni bizə gələn pul, bizim qazandığımız pul mənasında ikən, mənəvi dəyərlər isə özümüzə verdiyimiz dəyər, özümüzə verdiyimiz önəmi göstərir. Yəni ki, noyabr ayının enerjisində ümumiyyətlə pul enerjisi çox yüksəkdir. Həm Boğa, Əqrəb əksində olan göy hadisələri və s. maddi mövzular çox gündəmə gətirir. Burada həm özümüzün qazandığı pullar, həm də bizə başqa yerdən gələn, yəni ki, evli olanlar üçün həyat yoldaşından gələn pul, ya da ortalıq işlərdən gələn, ya da borc, kredit, miras kimi mövzularda bol-bol gündəmə gəlir. Noyabr ümumiyyətlə maddi enerjisi ilə olduqca gündəmə gəlir. 5-də də olan Boğa bürcündəki dolunay böyük miqdarda pulların ya da bir qədər pulların gəlməyi ya da getməyi mənasında özünü göstərə bilər. Bunun təsiri artıq oktyabrın sonundan başlayır. Noyabr ayı da full təsir edəcək və noyabrın axırına yaxına qədər, yəni təxminən noyabrın 3-cü həftəsinə qədər təsirini göstərəcək. Bu dönəm ərzində fokusumuz daha çox maddiyyat və pulda olacaq. Əgər doğum xəritəmizdəki planetlərlə də gözəl bucaqlar alırsa da, bəlkə də qəşəng miqdarda pulların bizə gəlməyi mənasına da gələ bilər və bərəkətli ola bilər. Noyabr ayında baş verən bu Boğa dolunayı əsasən işi, gücü çox ön plana gətirəcək. Yəni ki, daha çox işləyəcəyimiz, daha çox zəhmətimizi ortaya qoyacağımız və zəhmətimizin böyük ehtimalla qarşılığında alacağımız bir period, dönəm olacaq. Sadəcə biraz sərt təsirlər də yüngüldən var. Əgər energetik olaraq biraz karmalara daha yatqın bir enerjidəyiksə, yəni ki, öz enerjimizi kifayət qədər, belə deyək də, şəfalandırmamışıqsa, ya da ki, kimsə haqqını yemişiksə, ədalətsizlik eləmişiksə, bizdən pul çıxa bilər. Yox, biz haqsızlıq, ədalətsizlik eləməmişiksə, bizə qəşəng miqdarda pullar da gələ bilər. Yəni, genel olaraq bir anda baş verən hadisələr çox gündəmə olacaq bu dolunay zamanı. Taktiyə bir anda bir şeylərin baş verdiyini, gerçəkləşdiyini görə bilərik. Genel olaraq maraqlı təsirləri var. Ondan sonra davam edirik. Noyabrın 8-i Uran Boğaya təzədən keçir. Finansal mövzular yenə bol-bol gündəmdədir. Və bundan əlavə olaraq ayın 7-si çox şanslı bir gündür. Günəşlə Yupiter arasında trine bucağı olacaq. Əgər noyabrın 7-sini ümumiyyətlə yaxşı dəyərləndirin. Ürəyiniz istəyirsə həmin dönəm ritual edə bilərsiniz. Ya da həyatınızda bir investisiya, pul, maddiyyatla bağlı bir şey varsa, noyabrın 7-sinə salsanız daha uğurlu və şanslı ola bilər. Bunu %100 qarantiya verə bilmərəm. Sizin doğum xəritənizi bilmirəm. Sizin şəxsi doğum xəritənizi görüb 100% demək olardı. Amma belə genel olaraq olduqca şanslı bir tarixdir. Noyabrın 9-u Merkur retrosu başlayır. Təəssüf ki, və bir dönəm Merkur retromuz davam edəcək. Yəni də bilirsiniz, düz noyabrın 29-una qədər də Merkur retrosu davam edəcək. Bu period ərzində klassik Merkur retrosu olayları, işte noyabrın 5, 8-i, 6-sı, 7-si, 8-indən dekabrın 2-sinin 3-ünə qədər olan periodda kölgə təsirləri də təsir edəcək. Bu periodlarda yeni sevgili tapmayın, yeni müqavilələr ya da müqavilələr bağlamayın, vacib dokumentlər varsa kopyalayın, itib bata bilər, texnoloji avadanlıqlarla bağlı sıxıntılar yaşaya bilərsiniz. Heç kəsə sirlər verməyin, bu sirlər açılıb tökülə bilər. Bağlı qalan mövzular gündəmə gələ bilər, açılıb tökülə bilər. Sirlər gündəmə gələ bilər. Yəni ki, biraz sərt təsirlərdir. Ona görə də çalışın ki, bu periodda olabildiyiniz qədər ağzımızı kip tutaq, lazımlı vacib dokumentlər varsa yedəkləyək və texnoloji avadanlıqlara qarşı biraz daha diqqətli olaq. Çünki texnoloji avadanlıqlarla bağlı sıxıntılar ola bilər, köhnə sevgililəriniz qayıda bilər, keçmiş mövzular təkrardan gündəmə gələ bilər. Noyabrın 11-i Yupiterimiz də retroya girir. Yəni, arxa-arxa retrolarımızda, Yupiter retroları da həyatımızda etdiyimiz mənəvi səhvlər varsa, yəni insanların qəlbini qırmışıqsa, incitmişiksə, ya da ümumiyyətlə pulumuzu pis istifadə eləmişiksə, insanlara əzmişiksə, karmalarla qarşılaşa bilərik deməkdir. Noyabr ayının 20-sində isə Əqrəb bürcündə bir yeni ay olacaq. Əqrəb bürcündəki yeni ay əsasən cinsi mövzuları, cinsəllik, ehtiras, seksuallıq, sehir, spiritualizm, enerji kimi mövzuları gündəmə gətirəcək. 28 dərəcə Əqrəbdə olacaq və xəritəyə baxdığımız zaman da əsasən bizi hədəflərimizə, arzularımıza, xəyallarımıza aparacaq.
çox güclü. Həmin dövrdə eləyəcəyimiz rituallarla, enerji praktikaları ilə həyatımızı çox yaxşı yerlərə gətirə bilərik. Biraz travmalarla da üzləşməyə və içimizdə qalan, qaranlıqda qalan mövzularla üzləşməyimizə də səbəb ola bilər. Çox böyük tanrısal bir təsir olacaq. Yəni ki, sizə deyə bilərəm ki, noyabrın 10-undan noyabrın axırına qədər olan period təxminən dolunayın təsirləri boyunca da həddindən artıq güclü və tanrısal dəstəyin olduğu bir period olacaq. Əgər həyatınızda ağır, çətin, problemli bir şey varsa, Tanrı tərəfindən dəstəklənəcəksiniz, qorunacaqsınız. Bəli, bəzi travmalarınızla üzləşə bilərsiniz, karmalarınızla üzləşə bilərsiniz. Amma bunları atlata biləcəyiniz bir period olacaq. Qısqanclıq, paranoya və şübhələrə daha meyilli olacaqsınız və dediyim kimi seksual enerji çox güclüdür, gündəmdədir. Son olaraq noyabrın 29-u Merkur retrosu qutaracaq, amma yenə də yeni bir texnoloji avadanlıq və s. almayın. 4-5 gün çünki ekstra təsiri olur. Yəni noyabrın 29-undan sonra bir 5 gün, 6 gün təsiri olacaq ekstra. Ona görə dekabrın 5-dən 6-sından sonra tam Merkur retrosundan azadlaşacaq deyə bilərəm. Və bundan əlavə olaraq noyabrın 28-i Saturn retrosu da bitir. Burada belə başa düşürəm ki, noyabr ayı maddi enerjinin çox yüksək olduğu, seksual enerjinin çox yüksək olduğu, ruhani enerjinin çox yüksək olduğu, edilən rituallarında, maddi mövzularında, finansal iş, pulla bağlı şeylərində çox uğurlu ola biləcək güclü bir perioddur. Bir də bir şey deyim, noyabrın 7-si Venera əqrəbə keçir. Noyabrın 7-sindən sonraki period estetik əməliyyatlarla bağlı uğurlu bir dönəm deyil. Ona görə də təxminən dekabr ayına qədər, dekabrın əvvəlinə qədər təxminən estetik əməliyyatlardan uzaq durun, Merkur retrosu da olacaq. Yəni noyabrın 7-sindən sonrasının sevgi mövzularına, nə estetik əməliyyatlara uğurlu bir tarixlər deyil, amma pul, finansal mövzular, uğur, nailiyyət, rituallar, sehir kimi, enerji kimi mövzulardasa olduqca şanslı və uğurludur. Noyabrda sevgini bir kənara qoyuruq, sevgi daha toksik, ehtiraslı, qısqanc, problemli sevgilərə meyilliyik, amma pul, finansal mövzulardasa daha sağlam enerjilər özünü göstərir. Gəlin bax görək bəs bürcləri nələr gözləyir. Qoçlar və xüsusən də yüksələn bürcü qoç olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Yüksələn bürcü qoç olanlar xüsusən noyabr ayında 9-cu eviniz çox güclü bir şəkildə vurğulanır. Xaricə getmək, yeni yerlər gəzmək, görmək, səyahət etmək kimi mövzular gündəmə gələ bilər. Noyabr ayında 9-cu evinizə keçəcək olan Mars, din, təhsil, səyahət, fəlsəfə kimi mövzularla bağlı bəzi mübarizələr, zorluqlar və çətinliklər çəkməyinizə də səbəb verə bilər. Enerjinizi dinə, səyahətə, fəlsəfəyə ya da akademik mövzulara, təhsilə daha çox xərcləyə bilərsiniz. Bundan əlavə ikinci evinizdə baş verəcək olan dolunay maddi mövzuları gündəmə gətirəcək. Noyabr ayında böyük miqdarda pulların sizə gəlməyi və ya getməyi olaraq özünü göstərə bilər ki, gəlmə ehtimalı daha yüksəkdir, onu da sizə deyim, amma bu sizin fərdi doğum xəritənizdən də asılı olaraq dəyişə bilər. Noyabr ayında 8-ci evinizə keçəcək olan Venera həyat yoldaşının maddi durumu, başqa yerlərdən gələn qazanclar barədə uğurludur. Borc, kredit kimi bir şeylər varsa bunlar gündəmə gələ bilər və bu borclar, kreditlər bağlana bilər, bitə bilər və ya böyük bir miqdarı ödənə bilər. Noyabr ayında 9-cu evinizdə olacaq Merkur retrosu da noyabrın 7-sindən sonraki dönəmdə səyahətlərlə bağlı biraz ehtiyatlı olmalı olduğunuzu, diqqətli olmalı olduğunuzu, uzun müddətli istədiyiniz amma getmədiyiniz bir səyahət ya da öyrənmədiyiniz bir şey ya da akademik bir şeylər varsa bunların gündəmə gələ biləcəyini bizə göstərir. Noyabr ayında 8-ci evinizdə olacaq, baş verəcək yeni ay spiritual gücünüzü oyadacaq. Noyabrın xüsusən də 10-undan sonraki periodda olduqca ruhani olacaqsınız, enerjiniz güclü işləyəcək, etdiyiniz rituallar, praktikalar bərk işləyəcək. Noyabr seksual enerjinizin yüksək olacağı bir dönəmdir. Cinsi həyatınız varsa canlana bilər və ya biraz da travmalar, travmatik mövzularla da üzləşə biləcəyiniz, qarşılaşa biləcəyiniz və biraz sərt təsirlər də yaşaya biləcəyiniz, amma həm də çox da zövq ala biləcəyiniz, həm biraz çətin, həm pullu, həm də seksual bir aydır noyabr ayı sizin üçün. Arzulayıram ki, ən yüksək xeyrinizə xidmət eləyər noyabr ayı və sırf öz bürcü qoç olanlar, yəni yüksələn bürcü yox, sırf öz bürcü qoç olanlar, noyabr ayında sizə də demək istədiyim ekstra bəzi şeylər var. Noyabrda birdən çox mövzuya enerjinizi yönləndirəcəksiniz və özünüzdə balansı tapmağa çalışacaqsınız. Xəyallarınızı, istəklərinizə doğru gedəcəksiniz. Həyatınızda qorxduğunuz bir şeylər varsa, onlarla üzləşəcəyiniz bir dönəm olacaq. Qorxularınızla üzləşib o qorxulara qalib gələcəyiniz ya da qalib gəlmə ehtimalınızın yüksək olacağı dönəmdir. Zaman-zaman biraz duygusal, həssas, üzgün hiss edə bilərsiniz ya da axşamlar yuxunuz qaça bilər, yuxu rejiminiz pozula bilər, amma siz gücünüzü və enerjinizi ortaya qoyub bu problemlər nədirsə, onlarla üzləşib, bunları həll edəcəyiniz çox güclü olacağınız bir perioddur. Arzulayıram ki, noyabr ən yüksək xeyrinizə xidmət edər. Sevgi və işıqla qalın.
Buğalar və xüsusən də yüksələn burcu buğa olanlar gəlin görək noyabr ayında sizi nələr gözləyir. Əziz buğalar, noyabr ayında 8-ci evinizdən Mars keçir. Mənəvi gücünüz çox yüksək olacaq. Etdiyiniz rituallar, praktikalar çox güclü və bərk işləyəcək. Biraz daha travma almağa nisbətən yatqın olduğunuz dönəmdə, ona görə təhlükəli şeylərdən və risklərdən uzaq durun. Həyat yoldaşının qazancı, ortaqlıq işlərdən gələn qazanclar, borc, kredit kimi mövzular gündəmə gələ bilər. Əgər subaysızsa, borcunuz, kreditiniz varsa, biraz onlarla əlləşib vuruşa bilərsiniz. Əgər yox, belə bir şeylər yoxdursa, həyat yoldaşının qazancı ilə bağlı müəyyən mübarizələr ola bilər. Enerjilər travmatik olsa da seksual olaraq olduqca yüksək enerjilər var. Cinsi həyatınız canlana bilər. Seksual olaraq özünüzü daha canlı hiss edə bilərsiniz və gözünüzün qara olacağı, küllərinizdən doğulacağınız, biraz emosional və həssas hiss edəcəyiniz bir dönəmdir. Birinci evinizdə olacaq olan dolunay xarici görünüşünüzlə bağlı noyabrın ilk həftələrində, ilk həftəsində və ya həftələrində dəyişim yarada bilər. Saçınızı kəsdirə bilər, geyiminizi dəyişdirə bilər, stilinizdə, tərzinizdə ya da həyata baxışınızda bir şeyləri dəyişdirə bilərsiniz. Özünüz bol-bol gündəmə gələcəksiniz. 7-ci evinizə keçəcək olan Venera sevgidən yana böyük şanslar gətirəcək. Noyabrın 7-sindən sonraki olan periodda ilişkilər cəhətdən çox şanslısınız. Həyatınıza yeni biri girə bilər. Münasibət yaşaya bilərsiniz. Ortaqlıq işə başlaya bilərsiniz. Və ya problemli açıq düşmanlıqlar varsa qadınlarla bağlı bunlar gündəmə gələ bilər. Və bundan əlavə olaraq əgər evlisinizsə, evliliyinizdə daha gözəl və maraqlı bir dönəm yaşaya bilərsiniz. Noyabrda 8-ci evinizdə olacaq Merkur retrosusa yenə borc, kredit kimi mövzuları gündəmə gətirir. Borc, kredit, miras, həyat yoldaşının qazancı, ortaqlıq işdən gələn qazanclarla bağlı biraz sıxıntılar, biraz problemlər və uzun müddət əldə etmədiyiniz, bir ödəmədiyiniz borc, kredit varsa bunları gündəmə gətirə bilər ya da sizin borcunuz, kreditiniz, daha doğrusu borcunuz ödənməyibsə sizə pul da gələ bilər. Amma yəni noyabr bol-bol münasibət, borc, kredit kimi mövzuların gündəmə gətirəcəkdir. Əgər sizə birinin böyük miqdarda borcları varsa, ola bilər ki, noyabr ayında qaytarsın, amma çalışın ki, özünüz borca düşməyin. Noyabrda 7-ci evinizdə olacaq yeni ayda münasibət mövzularını yenə gündəmə gətirir. Çox yüksək ehtimalla ki, subay olan yüksələn buğalar xüsusən də noyabr ayında həyatınıza biri girə bilər, bir eşq, sevgi ya da bir flörtlər yaşaya bilərsiniz. Ya da münasibətiniz varsa, münasibətiniz bol-bol gündəmə gələ bilər və bəlkə bəzi dəyişimlər, transformasiyalar yaşaya bilərsiniz. Sırf öz bürcü buğa olanlar, yəni öz bürcü təmiz buğa olanlara da deyəcəyim bir-iki cümləsi şey var. Əziz buğa bürcləri, noyabr ayında sevgi, eşq həyatınızın ən əsaslı gündəmidir. Daha emosional hiss edəcəksiniz. Sevgi, eşqlə bağlı daha zirvə enerjiləriniz olacaq. Xüsusən həyatınızda girməyini istədiyiniz bir kişi ya da qadın varsa, bu insan həyatınıza girə bilər ya da yeni bir insan həyatınıza girə bilər. Amma çox böyük ehtimalla ki, çox bərk bir şəkildə eşq enerjisini yaşayacaqsınız. Xəyallarınıza doğru gedəcəksiniz, istəklərinizə doğru gedəcəksiniz. Bir qadın və bir kişi gündəmə gələcək. Bu ailə böyüyü, ana, ata, qohum, dost da ola bilər. Amma bir dənə kişi və bir dənə qadın çox bərk bir şəkildə gündəmə gələcək və bu qadın da, bu kişi də həyatın önəmli ya da güclü insanlar olacaq. Xəyallarınıza gedəcəyiniz çox güclü dəstəklər alacağınız qüvvətli və maraqlı bir dönəmdir. Ən yüksək xeyrinizə xidmət eləsin. Əziz əkizlər və xüsusən də yüksələn bürcü əkizlər olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Yüksələn bürcü xüsusən də əkizlər olanlar, noyabr ayında 7-ci evinizə keçəcək olan Mars, sevgi, ciddi münasibətlərlə bağlı mübarizələr və çətinliklər gətirə bilər. Münasibət həyatı ilə bağlı müəyyən çətinliklər yaşaya bilərsiniz. İkili münasibət, ortaqlıq işlərlə bağlı sizin üçün çox rahat bir dönəm deyil, lakin əsaslı olaraq münasibətlər bol-bol gündəminizə gələcək deməyi mümkündür. 12-ci evinizdə olacaq olan Günəş isə noyabr ayında biraz içinizə qapanıq hiss eləməyinizə, həssas hiss eləməyinizə, qeyri-adi yuxular görməyinizə də səbəb verə bilər. Mənəvi mövzulara meyillilik, spiritual mövzulara meyillilik və yuxularda dərinləşmə yaşaya bilərsiniz. 6-cı evinizə keçəcək olan Venera iş həyatından yana uğurlar və şanslar gətirə bilər. Sağlamlıqla bağlı şanslar gətirə bilər, lakin böyrəklərinizə və ya bel-altı orqanlarınıza qarşı biraz daha ehtiyatlı olsanız yaxşı olar. Lakin genel olaraq iş və sağlamlıqdan yana şanslısınız, hətta iş həyatında yüksəliş belə yaşaya bilərsiniz. Əgər işçiləriniz varsa, bu barədə də olduqca şanslısınız. Noyabrda 7-ci evinizdə olacaq retro pozisiyadan Merkuri köhnə sevgililəri, eksləri geri qaytara bilər. Keçmişdən bir ortaqlıq elədiyiniz ya da keçmişdən münasibət yaşadığınız bir insanın həyatınıza təzədən girə bilər ya da qapınızı döyə bilər, gündəmə gələ bilər. Bu olduqca gözlənilən bir şeydir. Və 6-cı evinizdə ya da sizin öz köhnə hissləriniz oyana bilər. Noyabrda 6-cı evinizdə olacaq olan yeni ay isə iş, sağlamlıq və ya ev heyvanları kimi mövzuları gündəmə gətirə bilər. Yeni bir ev heyvanı almaq istəyənlər üçün çox dəstəkləyici vaxtdır. Yeni bir işə girmək, işində yüksəlmək ya da iş mövzusunun gündəmə gəlməyi
bilmədiyi, ya da sağlamlıqla bağlı həll edə bilmədiyi bir məsələ varsa, bununla bağlı bir həllə qovuşma ehtimalı noyabr ayında olduqca yüksək görsənir. Bundan əlavə noyabr ayında sırf öz bürcü əkizləri olanlar sizə də deyəcəyim bəzi şeylər var. Köməkləşmələrin və yardımlaşmaların gündəmə gələcəyi bir aydır. Siz də başqalarına kömək edəcəksiniz, böyük ehtimalla başqaları da sizə kömək edəcək və bu köməklər sizi bəzi şeylərdən qurtaracaq. Mütləq bir şəkildə noyabr ayında köməyə ehtiyacı olan kimlərsə varsa, dost, ətraf ya da kimsə, bəlkə nəzirə ehtiyacı olan biri, yardımlar edin, köməklər edin. Çünki noyabr ayı biraz qərarsızlıqlar yaşayacağınız, belirsizliklər yaşayacağınız və bəzi ikiyüzlülüklərə, xoş olmayan hərəkətlərə məruz qala biləcəyiniz bir aydır. Yəni ki, qeyri-etik, düzgün olmayan, etik olmayan, düzgün insanın eləməyəcəyi hərəkətlərə məruz qala bilərsiniz. Bunu yaşamaq istəmirsinizsə, yardımlar edin, köməklər edin və sizə uzadılan bir kömək əli varsa, bu düzgün insan tərəfindən uzadılıbsa, bunu qəbul edin. Hədəflərinizə gedərkən gözünüz biraz daha qara olacaq. Etik qaydalara siz də çox əməl eləməyəcəksiniz noyabr ayında. Lakin enerjini pozitivdə tutsaz, ən azından daha xeyirli olar və biraz savaş var noyabrda. Yüngüldən, dəhşətli dərəcədə deyil. Mütləq köməyə ehtiyacı olan birinə kömək edin. Bu əldə edəcək ki, siz bu savaşı bəlkə də daha rahat atlata biləcəksiniz, daha rahat keçirəcəksiniz. Amma siz özünüz ədalətsizlik və haqsızlıq eləsəz, da onda bilmirəm, bunu eləməyin bir zəhmət. Noyabr ayı sizin üçün çox maraqlıdır, gördüyünüz qədərindən qeyri-adi iş mövzularını bol-bol gündəmə gətirən, münasibətləri gündəmə gətirən bir aydır. Ən yüksək xeyrinizə xidmət edəsiniz, sevgi və işıqla qalın. Əziz xərçəng bürcləri və xüsusən yüksələn bürcü xərçəng olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Əziz xərçəng bürcləri, xüsusən yüksələn bürcü xərçəng olanlar, noyabr ayında 6-cı evinizdə Mars biraz qızdırma gətirə bilər sizə. Biraz xəstələnə bilərsiniz, qızdırmanız qalxa bilər və ya əzələ ağrıları ilə biraz əlləşə bilərsiniz. Bir damcı da iş həyatı ilə bağlı mübarizələr və çətinliklər ya da çox qaçmaq, oradan bura, buradan ora getmək, belə hərəkətli bir dönəm gətirə bilər. Ev heyvanınız varsa ona da yaxşı baxın, biraz o da xəstələnə bilər. 11-ci evinizdə olacaq olan dolunay isə sizin böyük ümidləriniz, arzularınız, xəyallarınızla bağlı böyük qapıları sizə aça bilər. Noyabr ayında çox böyük arzularınız gerçəkləşə bilər ya da bu arzuların gerçəkləşməyinə bağlı bir qapı açıla bilər və ya bu olmasa belə dostluqlar gündəmə gələ bilər və həyatınızda problemli, sizə uyğun olmayan bir dostluq varsa, bu dostluqlar bitə bilər və bəlkə də həyatınıza yeni dostluqlar girə bilər. Sosial çevrənin və hədəflərinizin gündəmə gələcəyi, karyeranız varsa, karyeradan gələn qazancınızın bol-bol gündəmə gələcəyi önəmli, güclü və şanslı bir aydır noyabr ayı sizin üçün. Noyabr ayında 5-ci evinizdə Venera olacaq, sevgi həyatınız olduqca canlı olacaq. Burada söhbət subaylardan daha çox gedir. Çünki flört eləmək, yəni təzə insanlarla tanış olmaq, o insanlarla flörtləşmək və ya seksual bir şeylər yaşamaq noyabr ayında daha yüksək bir ehtimaldır. Bununla yanaşı evli olanlar və uşaq istəyənlər üçün noyabr ayı olduqca dəstəkləyici və gözəl bir perioddur deyə bilərik. 6-cı evinizdə olacaq retropozisiyadakı Merkur isə iş həyatı ilə bağlı yenə biraz sıxıntılar, problemlər və işçilərlə bağlı sıxıntılar gündəmə gətirə bilər. 5-ci evinizdə olacaq olan yeni ay isə yenə bir dənə eşqin qapısını açır. Noyabr ayı sizin üçün işçilərlə bağlı mübarizəli, dostluqlarla bağlı bol-bol gündəmə gətirə biləcək, sevgidən yana olduqca canlı, hobilər, flört, sevgi, şansdan yana yüksək, həyatdan zövq alacağınız, biraz da belə deyək, sağlamlığınızın yüngüldən qızdırmaya, əzələ ağrısına meyilli olduğunuz bir perioddur. Yəni gördüyümüz qədərindən sizin də çox da pis deyil noyabr ayı, bayağı sizin üçün hətta yaxşı kimi saya bilərik. Bundan əlavə əziz xərçəng bürcləri və yüksələn yox, sırf öz bürcü xərçəng olanlar sizə də deyəcəyim bir şeylər var. Öz bürcü xərçəng olanlar noyabr ayında sevgi, eşq çox bərk gündəmə gələ bilər. Həyatınızda çox istədiyiniz kimi güclü bir fiqur tapa bilərsiniz. Əgər buna qulaq asanlar qadındırsa, çox güclü bir kişi ilə, güclü bir kişi obrazı ilə eşq, sevgi yaşaya bilərsiniz. Əgər buna qulaq asanlar kişidirsə və yəni istədiyiniz qadındırsa, çox güclü bir qadın obrazı həyatınıza girə bilər. Yəni kişi kimi bir müdür, patron, qadın kimisə bəlkə varlı bir kişinin qızı ya da varlı bir ailənin ya da öz biznesinin sahibi olan bir qadın. Yəni ki, nə ilə maraqlanırsınızsa, həyatınıza biri girə bilər, uzun sözün qısası və bu insan güclü bir fiqur ola bilər, sırf öz bürcü xərçəng olanlar. Əgər siz zaten evlisinizsə ya da münasibətiniz varsa, onda münasibətiniz bol-bol gündəmə gələ bilər, çox güclü bir şəkildə və sürətli gelişmələr olacaq həyatınızda, əsasən də sevgi ilə, eşqlə və bəlkə də biraz işlə bağlı çox sürətli gelişmələr, hərəkətlənmələr ola bilər. Xaricə getmək istəyənlər üçün xarici mövzularda gündəmə gələ bilər. Hədəflərinizə doğru yönələcəyiniz və dəstəklənəcəyiniz, bəlkə də
qadın ya da kişi olursunuzsa fərqi yoxdur. Cinsiyyətiniz nə olursa olsun, bəlkə də güclü bir kişidən dəstək alacağınız və hədəflərinizə gedəcəyiniz çox güclü bir periodda olacağınızı demək mümkündür. Ən yüksək xeyrinizə xidmət edəsin. Sevgi və işıqla qalın. Əziz Şir bürcləri və xüsusən yüksələn bürcü Şir olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Şir bürcləri noyabr ayında 5-ci evinizdə çox böyük bir vurğu olacağını görürəm. Yəni ki, sevgi həyatınız bol-bol gündəmə gələcək. Ailə, yuva, sevgi, karyera bir çox mövzunun gündəmə gələcəyi perioddur. Flörtlər barədə noyabr ayı bomba deyil. Yəni əgər biri ilə flörtləşirsinizsə, flört eləmək istəyirsinizsə ya da yeni sevgilər yaşamaq istəyirsinizsə, biraz problemli və sıxıntılıdır. Şansdan yana çox böyük risklərə girməməlisiniz noyabr ayında. Ümumiyyətlə böyük riskləri bir kənara qoyun. Amma karyera ilə bağlı və ailə ilə bağlı mövzular bol-bol gündəmə gələcək. Karyera həyatınızla bağlı bir dəyişim ola bilər. İşləmirsinizsə işləyə bilərsiniz, işləyirsinizsə iş həyatınızda dəyişim yaşana bilər. Bu fərqli cür özünə ola bilər. Karmalarınızdan asılı olaraq yüksəliş ya da eniş, amma daha çox pozitiv olma ehtimalı daha yüksəkdir. Yəni iş həyatının bol-bol gündəmə gələcəyi bir perioddur. Ailədən də yana olduqca şanslı bir dönəmdə, evinizi dizayn eləmək istəsəniz, dekor eləmək istəsəniz, olduqca şanslı bir dönəmdəsiz. Evli olanlar ya da ailə ilə yaşayanlar üçün ailənizdə xoşbəxt, gözəl bir period ola bilər, gözəl bir dönəm keçirdə bilərsiniz və bəlkə ailəniz kimi ola biləcək yeni biri ilə tanış ola bilər, yeni bir ev baxa bilər, yeni yerindən maraqlana bilərsiniz ya da başqa bir yerdə bir dönəm qala bilərsiniz. Yəni əgər belə şeylərə xüsusən özünüzdə meyillisinizsə, getmək istəyirsinizsə ya da başqa yerə köçmək istəyirsinizsə ya da evlə bağlı ev satışı və s. belə şeylər planınızda varsa, çox yaxşı bir dönəmdir, çox düzgün və ev mövzularının və karyera mövzularının yaxşı mənada gündəmə gələcəyi, flört, hobilər, uşaq mövzularınınsa biraz çətin enerjilərlə qarşılaşacağı bir dönəmdə. Əgər uşaqlarınız varsa, uşaqlarınız biraz sizi yora bilər, biraz incidə bilər, davadalaş ola bilər, gərginlik ola bilər ya da sadəcə uşaqlara baxmaq çətin gələ bilər. Dediyim kimi böyük risklərə girməyin. Noyabr xüsusən şansla bağlı belə mükəmməl bir period deyil sizin üçün. Bunu nəzərə alın. Köhnə sevgililər həyatınıza geri qayıda bilər. Keçmişdə flörtləşdiyiniz insanlar həyatınıza geri gələ bilər, əziz Şir bürcləri. Və xüsusən də öz bürcü Şir olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Xüsusən öz bürcü Şir olanlar noyabr ayı ərzində həyatınızda ruhani enerjinizin dəlicəsinə işləyəcək bir dönəm olacaq. Yəni siz bir şeylər üçün oturub dua eləsəz, meditasiya eləsəz, işıq sürəti ilə gerçələşdiyini görə bilərsiniz. İnanılmaz bir enerjilər sizdən yana olacaq dəhşətli dərəcədə. Etdiyiniz ritual, spiritual praktika, energetik bir şeylər möhtəşəm səviyyədə işləyə bilər. Ona görə də bol-bol dua eləyin, ya da meditasiya eləyin, ya da ritual eləyin, amma bir şeylər eləyin, enerjinizi işlədin. Çox güclü, böyük başlanğıclar elə noyabrda yaşana bilər, ya da sizin noyabrda göndərəcəyiniz enerjilərlə uzun müddətdə çox böyük başlanğıcların qapıları sizin talehinizdə açıla bilər. Noyabr ayı olduqca iddialı, güclü və yüksək enerjilidir. Ən yüksək xeyrinizə xidmət edəsin. Əziz qız bürcləri, xüsusən yüksələn bürcü qızı olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Əziz qız bürcləri, noyabr ayında 4-cü evinizə keçici olan Mars və 4-cü evinizdə olacaq retro pozisiyada Merkuri ailə, ev, yuva mövzularını gündəmə gətirəcək. Ailə ilə bağlı biraz münaqişələr və problemlər yaşaya bilərsiniz. Anavız, atavız ya da yoldaşınızla yaşayırsınızsa, ailə içi biraz daha gərginliklər ola bilər və keçmişdən həll olmayan, yarımçıq qalan məsələlər varsa, bu məsələlər bir nöqtədə həll olma məqsədi ilə gündəmə gələ bilər, təzədən ön plana çıxa bilər və bu period ərzində evlə bağlı məsələlər, məsələn, evdə nəyisə düzəltməmisiniz qalıbsa, ya da evlə bağlı bir şeylər həll olmayıbsa, yarımçıq qalıbsa, ya da ev satışı ilə bağlı bir şeylər, yəni nəysə də evlə bağlı həll olmayan bir şeylər varsa, bunlar da gündəmə gələ bilər və həll olmaq üzrə, yəni yarımçıq qalan şeylər gündəmə gələ bilər. Bundan əlavə noyabr ayında 9-cu evinizdə olacaq olan dolunay din, təhsil, səyahət, fəlsəfə kimi mövzuları gündəmə gətirə bilər. Xaricə getmək istəyirsinizsə, bu dönəm gündəmə gələ bilər ya da gedə bilərsiniz. Təhsil almaq istəyirsinizsə ya da təhsillə bağlı bir məsələlər varsa, bol-bol gündəmə gələ bilər. Din, inanc, mənəviyyat, həyata baxış bucağınız kimi mövzulardan bol-bol gündəmə gələcəyi və sizin daha gəzəcəyiniz, daha rəngli günlər keçirdəcəyiniz bir dönəm ola bilər. Biraz ailəçi, amma gərgindir. 3-cü evinizdə olacaq olan Venerasa həyatınızda yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi insanlardan yana dəstək gətirəcək. Xüsusən də bacı ya da qadın qohumlardan yana ya da qadın qonşulardan yana ekstra dəstəklənəcəyiniz bir dönəm ola bilər. Satışla
işlə məşğulsuzsa, olduqca uğurlu bir dönəmdir. Bununla yanaşı 3-cü evinizdə olacaq olan yeni ay, yeni bir şeylərin təlimini almaq, öyrənmək, özünüzü inkişaf elətdirmək ya da yaxın yol səyahətləri eləməyinizə də səbəb ola bilər. Noyabrda ya ölkə daxili, ya ölkə xarici harasa gedəcəksiniz çox böyük ehtimalla. Təbii ki, %100 deyə bilmərəm. Amma çox böyük bir yüksək ehtimaldır ki, noyabr sizin özünüzü inkişaf elətdirəcəyiniz və harasa səyahət edəcəyiniz, gəzəcəyiniz, gedəcəyiniz maraqlı, əyləncəli və dəstəkləyici bir dönəmdir. Sırf özbürcü qız olanlar, sizə də deyəcəyim bəzi şeylər var. Sırf özbürcü qız olanlar, həyatınızla bağlı bəzi risklərə girəcəksiniz, daha rahat davranacaqsınız, birdən çox mövzuya enerjinizi yönləndirəcəksiniz. Gah ona, gah buna, yəni birdən çox şey həyatınızda bol-bol gündəmə gələcək. Bu bəlkə sevgi və puldur, bu bəlkə iş və nə bilim eşqdir. Amma bilirəm ki, bol-bol fokuslanacaqsınız və həyatınızda istəklərinizə, arzularınıza doğru bir addım atacaqsınız, böyük bir başlanğıca başlayacaqsınız. Noyabrda biraz kədər hiss edəcəyiniz bir dönəm olacaq. Sanki əlinizdəki bəzi şeyləri itirmiş kimi hiss edəcəksiniz, amma bu real deyil. Yəni əlinizdə qalan bir çox şey olacaq. Bu bəlkə emosionaldır, bəlkə dostluqla bağlıdır, bəlkə sevgi ilə bağlıdır. Amma unutmayın ki, əlinizdə 5 dənə fincanınız varsa və 3-ü yıxılıbsa, ikisi əlinizdə qalıbsa, o ikisi ilə yepyeni bir başlanğıca başlaya bilər və yenidən çox daha yaxşı və uğurlu ola bilərsiniz. Ona görə də noyabrın biraz belə üzüntülü ya da sizi biraz yoracaq bir dönəmi var. O dönəmdən qorxmayın. Nə olursa ən yüksək xeyrinizə xidmət edir və hər şey çox xeyirli ya yaxşı olur. Buna inanın, buna güvənin, güc sizinlədir. Yeri gəlində biraz həssas, yeri gəlində biraz vecsiz olacaqsınız. Əyləncəli bir dönəm. Özünə görə bir dönəm, biraz qarışıq, biraz belə də indi dediyim kimi bir dönəm sizi gözləyir. Ən yüksək xeyrinizə xidmət edəsiniz, sevgi və işıqla qalın. Əziz tərəzilər, oxsiyona yüksələn bürcü tərəzi olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Əziz tərəzi bürcüləri, noyabr ayında 2-ci evinizə Venera keçir. Bolluq və bərəkət ayıdır sizin üçün. Noyabr ayında qəşəng pullar gələ bilər sizə. Maddi olaraq çox daha rifah içində olduğunuzu görə bilərsiniz. Özünüzə daha çox dəyər verə bilər və özünüzlə əlaqədar mövzulara pul xərcləyə bilərsiniz. Xüsusən də buna qulaq asan qadınlar daha çox belə deyək də gözəlliyinə, estetikasına, xidmətə bol-bol pul xərcləyə bilər. Kişilər isə daha çox qadınlara pul xərcləyə bilər. Yəni ki, 2-ci evdə olan Venera həm kişiləri, həm qadınları hamını, yəni tərəziləri daha doğrusu bol-bol bərəkətləndirəcək və tərəzilər üçün noyabr son dərəcədə bolluq, bərəkət, özlərinə dəyər verdikləri qəşəng bir ay olacaq. Bununla yanaşı noyabr ayında 3-cü evinizdə Mars və retropozisiyada Merkuri, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi insanlardan mübarizə, gərginlik, sıxıntılar və keçmişdən həll olmayan problemlərin gündəmə gəlib biraz gərginliklər yaşamağınıza səbəb ola bilər. Bunun pozitiv tərəfi odur ki, qohum-əqrəbə, qonşu, qardaş-bacı kimi insanlarla bağlı uzun müddətdə həll eləmədiyiniz, yarımçıq qalan bir şeylərin həll ola bilməyi, satışla ya da təlimlə bağlı uzun müddətdə həll edə bilmədiyiniz bir şeylərin həll ola bilməyi mənasına gəlir. Bunun bir tık daha neqativ tərəfi isə gərginliklərin, dava-dalaşların gündəmə gələ biləcəyidir. Bundan əlavə bu dönəmdə yeni təlimlər və s. almaq istəsəz, bunların da bol-bol gündəmə gələ biləcəyi bir dönəmdir. Yaxın yol səyahətlərinə qarşı ehtiyatlı olun. Çalışın ki, noyabr ayında maşınla çox yaxın yerlərə, yəni ki, necə deyim, məsələn, Bakıda deyək ki, qalırsınız və Qubaya getmək istəyirsiniz ya da nə bilim bir yerə getmək istəyirsiniz, yəni ölkə daxili bir yerə getmək istəyirsinizsə, yaşadığınız ölkədə ehtiyatlı yanaşmalısınız. Bir damcı da olsa risklərə meyilli bir dönəmdir. Demirəm pis bir şey olar, amma yəni də siz ehtiyatı əldən verməyin ya da belə bir şey eləsəz belə böyük bir sürətlə eləməyin. Yəni harasa gedir, rayona və s. gedəcəksinizsə, maşının sürətini və s. düzgün tutturun və icazə verməyin yüksək sürətə. Noyabr ayında 2-ci evinizdə baş verəcək olan yeni ay yeni pul qapıları da aça bilər sizə. Pul mövzularının zaten yaxşı olacaq, bərəkətli olacağını dedim və hətta bəlkə bəziləriniz üçün yeni qapılar açıla bilər ya da gözlədiyiniz pullar da gələ bilər. Noyabr ayında 8-ci evinizdə baş verəcək olan dolunay cinsel enerjinizi çox yüksəldəcək. Seksual olaraq daha canlı hiss edəcəksiniz. Ehtiras, cinsəllik kimi mövzular gündəmə gələ bilər. Həyat yoldaşının qazancı kimi mövzular da gündəmə gələ bilər və bu mövzularda tamamlanmalar ola bilər. Xüsusən də tamamlanmalar borc, kredit kimi mövzulardan əlaqədar özünü göstərə bilər və çalışın ki, yeni borclara və s. girməyin, borc kreditlər mövzusunda risklərə girməyin. Bir damcı travmatik enerjilər var, ehtiyatlı olun insanlarla münasibətlərinizdə və s. ya da seksual həyatınızda. Bununla yanaşı etdiyiniz rituallar daha yaxşı işləyə bilər. Xüsusən noyabrın 10-undan sonra və xüsusən noyabrın 17-si, 20-si periodları rituallar barədə sizin üçün çox güclü bir perioddur. Yəni ki, sürət eləmirik.
yaxın yol səyahətlərində biraz ehtiyatlı oluruq, risklərə girmirik və bolluk bərəkətin keyfini çıxardırıq. Ən yüksək xeyrinizə xidmət edəsin. Sırf öz bürcü tərəzi olanlar sizin üçün də noyabr ayında deyəcəyim bəzi sözlərim var. Sırf öz bürcü tərəzi olanlar noyabr ayı sizin üçün möhtəşəm bir aydır. Şans sizdən yanadır, uğurlar sizdən yanadır. Olduqca gözəl, şanslı və uğurlu enerjilər daşıyacaqsınız. Ata fiquru, kişi ya da hər hansı bir belə deyək də avtoritet bir fiquru varsa, bununla bağlı daha çox sülh, gözəl, xoş enerjilər özünü göstərə bilər. Şans, uğur sizlə bir yerdə ola bilər. Gələcəklə bağlı uzun müddətli vacib qərarlar verə bilərsiniz. Hətta komfort zonanızdan çıxa bilərsiniz. Gözəl, dəyişimli ya da dəyişimin %100 əmin deyiləm, amma gözəl, xoş enerjilərin olacağı və uzun müddətli qərarların verilə biləcəyi çox şanslı və zövqlü bir dönəmdəsiniz. Ən yüksək xeyrinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın. Əziz əqrəblər və xüsusən yüksələn bürcü əqrəb olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Əziz əqrəblər, noyabr ayında birinci evinizə Venera keçir. Özünüzü çox qəşəng hiss eləyəcəksiniz. Qadınlar ekstra gözəlləşəcək, kişilər ekstra yaraşıqlı görsənəcək. Özünüzü çox qəşəng hiss eləyəcəyiniz, şansın sizdən yana olacağı çox möhtəşəm bir period olacaq. Birinci evinizdəki Venera sevgi həyatınızı gündəmə gətirə bilər. Həyatınıza eşq, sevgi girə bilər. Sevgidən yana daha şanslı olduğunuzu hiss eləyə bilərsiniz. Maddi mövzular da gündəmə gələ bilər. Özünüzü bu arada qəşəngləşdirə bilərsiniz. Estetik bir şeyin meyllənə bilərsiniz ya da kosmetoloji, estetik və bu tərz, yəni öz görünüşünüzlə bağlı sizi qəşəngləşdirə biləcək bir şeylərə yönələ bilər. Yeni geyimlər ala bilərsiniz. Yəni ki, insanlar sizin auranıza baxıb heyran olacaq, qəribə bir şəkildə sizə daha istiqamlı davranacaqlar. Flört, eşq, cinsel enerji çox yüksəkdir. Lakin noyabr ayında əslində birinci evinə bir insan Venera keçəndə bolluğu və bərəkəti də artır. Amma noyabr ayında pul evinizdə 2 ədəd sərt təsir olacaq. Buna görə də deyə bilərəm ki, noyabrın bəzi periodlarında bərəkətli, bolluq içində ola bilər. Bəzi mövzularında isə pulla bağlı mübarizə də verə bilərsiniz. Noyabr əslində sizin üçün finansi olaraq bomba bir ay deyil, amma ondan sonra finansi olaraq çox daha bərəkətli və gözəl bir dönəmə girəcəksiniz. Ya da noyabrın sonlarına doğru rahatlayacaqsınız finansal olaraq. Belə ki, noyabr ayında ikinci evinizdə olan Mars pulla bağlı mübarizələr verməyinizə ya da daha çox pul qazanmaq üçün mübarizələr verməyinizə, ikinci evinizdəki retropozisiyada Merkur isə pulla bağlı həll etmədiyiniz mövzuların gündəmə gəlməyə, həll olmağı və bəlkə biraz pul çıxmağına da səbəb ola bilər. Yəni noyabr çox qəşəng olacağınız və əslində həm müəyyən qədər bərəkətli olacağınız, amma həm də maddiyyatla bağlı mübarizə və çətinlikdə çəkə biləcəyiniz və pul mövzularının bol-bol gündəmə gələcəyi bir aydır. Noyabrda 7-ci evinizdə bir dolunay olacağını görürəm. Bu dolunay ciddi münasibətləri gündəmə gətirəcək. Əgər problemli və bitməsi gerəkən bir münasibətiniz varsa, bu münasibəti bitirə bilərsiniz ya da həyatınıza yeni münasibətlər girə bilər. Bəlkə köhnə insanlar, bəlkə yeni insanlar, amma həyatınızda münasibətin, eşqin, sevginin gündəmə gələcəyi ya da ortalıq iş istəyənlər üçün ortalıq işlərində gündəmə gələ biləcəyi bir dönəmdir. Həm də noyabrda birinci evinizdə olacaq olan yeni ay özünüz, görünüşünüz, seçimləriniz, qərarlarınızla bağlı yeni başlanğıclara başlamağınıza və müəyyən yeniliklər eləməyinizə də səbəb verə bilər. Daha emosional hiss edə bilərsiniz, intuitiv olaraq daha güclü ola bilərsiniz, spiritual praktikalarınız daha uğurlu ola bilər ki, siz zaten əqrəb bölürsünüz, sizin həmişə spiritual praktikalarınız daha uğurlu olur. Lakin noyabrda bunun bu gündəmə gələ biləcəyi bir perioddur. Xüsusən də öz bürcü əqrəb olanlar sizə də deyəcəyim bəzi şeylər var. Noyabr ayında bəzi qərarsızlıqlardan keçəcəksiniz, önəmli bir qərar verməyə çalışacaqsınız və keçmişin şübhələri, güvən qırıqlıqları biraz gündəmə gələcək. Belə ki, hər bir əqrəb bürcü nə vaxtsa ya xəyanətə uğrayıb, ya nə vaxtsa çox böyük bir güvəni sarsılıb. Yəni bu əqrəb bürcünün bütün əqrəblərin başına gəlir bir dəfə, birdən çox və bu əqrəbin bəzən bir dəfə, bəzən birdən çox və bu əqrəb üçün çox travmatik olur adətən. Siz də bir əqrəb bürcü ya da yüksələn bürcü əqrəb baxır ki, indi mən sırf burada bu dediyim hissə, bax bu axırıncı dediyim hissə sırf öz bürcü əqrəb olanlara aiddir ki, yəni siz də belə bir perioddan yəqin ki, həyatınızda nə vaxtsa keçirmisiniz, ənənəvi bir əqrəb bürcü. Biraz keçmişdə bax bu güvəninizin qırıldığı dönəmlərdən sizdə nə yaranıb? Biraz paranoya yaranıb, biraz şübhəcisiniz, hamını hər şey yaxınınızda buraxmırsınız. Bax o mövzular biraz daha gündəmə gələ bilər. İçinizdəki güvənsizlik hissi, şübhəci tərəfiniz gündəmə gələ bilər. Amma bu boş-boşuna gündəmə gəlmir. Bu sizin əslində
bu şeyləri sağaltmağınız üçün gündəmə gəlir. Siz güvənmirsiniz, sonra da deyirsiniz ki, bax görsən güvənmədim, həqiqətən də zibili çıxdı. Amma sizə başqa bir bucaqdan göstərim. Zibilinin çıxmağının bir səbəbi də sizin güvənməməyinizdir. Çünki sizin yaydığınız enerji budur. İndi deyəcəksiniz ki, nə olsun, mən güvəndiyim vaxt olub, onda da zibili çıxıb. Çünki sizin şuuraltınız artıq güvənsizlik üzrə qurulub. Ona görə də bir terapiya, bir şəfanı sizə noyabr ayında məsləhət görürəm. Çünki güvənsizlik, şübhələr bol-bol gündəmə gələcək. Amma özünüzə güvənəcəksiniz ki, əqrəblərlə yaxşı tərəfi odur. Başqalarının güvənməsindən azından özünə güvənir və özünüzə güvənin yüksək olacağı, sağlam və bərk olacağınız bir aydır noyabr ayı. Əlinizdəkilərə sahib çıxacağınız bir aydır. Ən yüksək xeyrinizə xidmət edəsin, sevgi və işıqla qalın. Əziz ox atanlar və xüsusən də yüksələn burcu ox atan olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Əziz ox atanlar, noyabr ayında 12-ci evinizdə bir Venera və 12-ci evinizdə bir ay olacaq. 12-ci evinizə keçən Venera və ay sevgi həyatınızla bağlı bəzi şeylərin qaranlıqda olmağına səbəb olacaq. Yəni ki, platonik sevgilərə ya da köhnədən olan sevgilərə daha çox yönələcəyiniz bir dönəm ola bilər. Keçmiş sevgilər gündəmə gələ bilər. Noyabr ayı ox atan burcular üçün möhtəşəm bir ay deyil. Düzdür, bəzi dəstəkləyici və yaxşı enerjilər də ola bilər. Amma ümumiyyətlə noyabrın, ox atanlar, indi sizin keyfinizi pozmaq istəmirəm, amma biraz noyabrda bərk qalın. Yaxşı, sizə bir dənə xəbərim var ki, noyabr ayında edəcəyiniz spiritual praktikalar, enerji çalışmaları, ruhsal şeylər çox yaxşı işləyəcək. Noyabrda 12-ci evinizdə olacaq olan yeni ay, şuuraltı, spirituallıq, mənəviyyatla bağlı yeni başlanğıclara, yuxulardan dərin xəbərlər almağınıza səbəb ola bilər. 12-ci evinizdə olacaq olan Venerası ilahi Tanrı tərəfindən qorunmağınıza səbəb verə bilər və dualarınızın daha tez qəbul olmağına səbəb verə bilər. Amma sevgi həyatı ilə bağlı biraz daha problemli bir dönəmdəsiz. Sevgidən yana sizə çox belə ürək açıcı şeylər deyə bilməyəcəm. Amma köhnə sevgilərin bol-bol gündəmə gəlmə ehtimalı çox böyükdür və ilişkilər gündəmə gələcək. Yəni noyabr tamamilə tək takıldığınız bir dönəm deyil. Sevgi mövzuları gündəmə gələcək, amma nə qədər uğurlu, nə qədər uğursuz tartışmağa, biraz müzakirəyə açıqdır. Bundan əlavə 6-cı evinizdə olacaq olan dolunay iş həyatında gündəmə gələcək. Sağlamlıq da gündəmə gələcək. Mədəniniz biraz daha həssas olacaq noyabr ayında. Nə yeyib içdiyinizə diqqətli olun. Alkolün abartmayın. Alkolü mədəyə bilirsiniz zərər vurur. Bundan yanaşı olaraq 6-cı evdəki dolunay iş həyatı ilə bağlı da dəyişimlər gətirə bilər. İş, sağlamlıq, diyet, ev heyvanları kimi mövzular gündəmə gələ bilər əgər ev heyvanlarınız varsa və bununla yanaşı birinci evinizdə olacaq olan Mars enerjinizi toparlayacağınız, sport, idmana daha çox yönələcəyiniz və aktiv vaxtlar keçirdəcəyinizi göstərir. Noyabrda yerinizdə qalmayacaqsınız. Gah oradan bura, buradan ora bol-bol hərəkət edəcəksiniz. Bol-bol idmana meyillilər aşırı dərəcədə çoxlu idman edə bilərsiniz. Lakin retropasiyada Merkur isə beyninizin qarışıq olacağına, dediklərinizin yanlış anlaşıla biləcəyinə və biraz bulanıq bir zehində ola biləcəyinizi də bizə göstərir. Yəni ki, uzun sözün qısası sağlamlığınıza qarşı ehtiyatlı olun, risklərə girməyin. Biraz gərgin olacaqsınız. Ehtimal ki, davadalaşlar da olacaq. Amma siz biraz aqressiv tərəfi olan siz olacaqsınız. Onsuz da ox atan bürcüsünüz, tez əsəbləşib tez soymağa meyillisiniz. Yəni noyabr bomba bir ay deyil. Bunu bir kənara qoyaq. Amma siz noyabrdan çox şey gözləməyin. Amma noyabr ayında edəcəyiniz ritual, enerji çalışmaları, ruhani praktikalardan çox şey gözləyin. Çünki fiziki olaraq gözəl bir ay sizin üçün çox da olmasa belə, energetik olaraq möhtəşəmdir. Yəni rituallar çox yaxşı işləyəcək, dualar mükəmməl işləyə bilər. Ona görə də meditasiyalar da yaxşı ola bilər. Ona görə də noyabrı bol-bol dəyərləndirin. Sırf öz bürcü ox atan olanlar, sizə də deyəcəyim bəzi şeylər var. Sırf öz bürcü ox atan olanlar. Noyabr ayında sizin üçün daha yaxşı bir dönəmdir. Maddi olaraq həm böyük bir bolluq, bərəkət enerjisi olacaq, həm də pulla bağlı biraz çətin bir period olacaq. Amma genel olaraq istəklərinizin, arzularınızın gerçəkləşə biləcəyi bir dönəmdir. Böyük miqdarda pullar gələ bilər, amma çox böyük pullar xərcləyə bilərsiniz və istəklərinizin, xəyallarınızın gerçəkləşə biləcəyi, diləklərinizin reallaşa biləcəyi çox fantastik bir aydır əslində. Sadəcə çox maraqlıdır ki, həm finansi olaraq bu qədər güclü olub, həm də finansi olaraq bu qədər biraz da çətinlik çəkə biləcəyiniz bir ay çox qəribədir. Çünki pul gələcək gəlməyinə. Amma gecmi gələcək ya da gələn kimi xərcləyəcəksinizmi ya da başqa şeylərimi xərcləyəcəksiniz bilmirəm. Belə qəribə bir aydır. Narahat olmayın. Yəni hər ay belə olmur. İndi sizin öz bürcünüzdə Mars və retropasiyada Merkuri var deyə biraz mübarizə yaşayacaqsınız. Amma heç narahat olmayın. Ondan sonraki ay sizin ayınızda ikisinə sizin zamanınız başlayır. Ona görə də keyf eləyin, keçib gedər. Bir də ki, noyabrda birinci evinizə 20-sindən sonra günəş də gəlir. Orada sizi biraz parıldalacaq, işıldalacaq. Noyabrın axırında orada hər şey daha yaxşı olmağa başlayacaq. Dekabrdan sonra da daha gözəl günlərdir. Ən yüksək xeyrinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın.
Əziz Oğlaq bürcləri oxşayan yüksələn bürcü Oğlaq olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Əziz Oğlaq bürcləri, noyabr ayında 12-ci evinizdə Mars var. Birincisi 11-ci evinizdə bir Venera var. Dostluqlar, şanslar, fürsətlər bol-bol gündəmə gələcək. Noyabr ayında daha sosial ola bilərsiniz. Dostlarınızla daha çox zaman keçirdə bilərsiniz. Həyatınıza yeni dostluqlar girə bilər. Qadın dostlarınızdan yana çox güclü bir şəkildə dəstəklənə bilərsiniz. Böyük hədəfləriniz, arzularınız, xəyallarınıza gedən yolda qapılar sizin üçün daha açıq ola bilər və daha böyük şanslı faktorlarla qarşılaşa bilərsiniz. Bununla yanaşı 11-ci evinizdə olan yeni ay isə ümidləriniz, arzularınız, xəyallarınızla bağlı yeni başlanğıclara başlama və həyatınızda yeni dostluqların girməyi və ümidlərinizlə bağlı gözəl enerjilərin özünü göstərməyə mənasına gəlir. Yəni ki, noyabr olduqca şanslı bir aydır sizin üçün, olduqca belə ümid dolu, gözəl enerjilərin olacağı özünə məxsus fərqli bir aydır. 5-ci evinizdə isə dolunay olacaq. Bu sevgi, eşq, flörtlər, uşaqlar, hobilər kimi mövzuları gündəmə gətirə bilər. Subaysızsa sevgi həyatınıza girə bilər, flörtləşə bilərsiniz və ya seksual həyatınız canlana bilər. Bununla yanaşı da hobiləriniz varsa bunlarla bol-bol zaman keçirdə bilərsiniz. Maraqlı, əyləncəli mövzulara yönələ bilərsiniz və həyatınızın keyfini çıxarda bilərsiniz. Uşaqlarda varsa eyni şəkildə gündəmə gələ bilər ya da uşaq mövzuları ümumiyyətlə gündəmə gələ bilər. Bir damcı problemli olan məqamımız da var, 12-ci eviniz. 12-ci evinizdə Mars və retropozisiyada Merkuri olacaq. Bu deməkdir ki, köhnə mövzular gündəmə gələ bilər, gizli düşmənliklər və arxanızca danışan insanlar noyabr ayında gündəmə gələ bilər. Bu biraz sizin üçün yorucu ola bilər, çünki gizli düşmənliklərlə ya da üzünüzə gülüb arxanızca danışan insanlarla biraz uğraşa bilərsiniz. Karmalarınızla qarşılaşacağınız bir aydır noyabr ayı. İnşallah ki, yaxşı şeylər eləmisiniz, gözəl şeylər eləmisinizsə, bu gözəl bir şəkildə sizə geri dönüş. Əgər negativ şeylər səbəb olmusunuzsa, biraz daha çətinliklər yaşayacağınız mənasına gəlir. Ruhani enerjiniz daha güclüdür, qarabasmalara biraz daha meyillisiniz, enerjiniz biraz qorunmadan uzaqdır. Ona görə də noyabr ayında özünüzü tez-tez qorumaya alın, dualar oxuyun. Əks təqdirdə yuxularınızda biraz narahat hiss edə bilərsiniz ya da gecələri biraz rahatsız hiss edə bilərsiniz. Amma bununla yanaşı özünüzü qorxu ya da paranoya gətirməyin, ehtiyac yoxdur, o qədər ciddi bir şey yoxdur. Siz genel olaraq sadəcə enerjinizi qoruyun, özünüzü qoruyun, negativ insanlarla görüşməyin və evinizə cadu ata biləcək bibinizi evinizə buraxmayın. Yəni, indi zarafat edirəm, bibi olmasa da kim sax ki, cadulaya biləcəksə kim varsa onun yaxına buraxmayın, icazə verməyin, onun əlindən də bir şey yeyib içməyin. Bu şəkildə sırf öz bürcü oğlaq olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Sırf öz bürcü oğlaq olanlar, həyatınızda bir dənə dava-dalaş gündəmə gələcək. Bu bir gərginlikdir və bu gərginlik həyatınızda ciddi bir şəkildə yansıyacaq. Amma narahat olmayın, axırı yaxşı qurtarır. Bir dənə gərginlik, rəqabət gündəmə gələcək. Biraz yorulacaqsınız, əsəbləşəcəksiniz, gərginləşəcəksiniz, belə pəncələrinizi çıxardacaqsınız. Amma bu gərginliklə olan yıxım nədirsə, bu yıxım çox gözəl bir şeyə vəsilə olacaq və siz yenidən də olduğunuzu hiss edəcəksiniz. Noyabrda gərgin, elə bilməsən bir dənə deyək ki, ev var, evə ildırım düşəcək, ev dağılacaq, amma ondan sonra xəyallarınızdakı evi orada tikəcəksiniz. Yəni, yaşanacaq olan gərginlik və sıxıntı nədirsə, çox gözəl bir şeyin müjdəçisi olacaq. Bu, bəlkə problemli sevgilinizdən ayrılıb həyatınızın eşqini tapmaq mənasındadır. Bu, bəlkə problemli işinizdən ayrılıb ya da işinizdə gərginlik yaşayıb çıxıb o işdən ən böyük xəyallarınızdakı işi görməkdir. Bəlkə bir qədər pul itirib sonra böyük pul qazanmaqdır. Heç narahat olmayın. Baş verən şey nədirsə, sizin ən yüksək xeyrinizə, ən uca, ən gözəl şəkildə xidmət edəcək. Yəni, ona görə də içinizi rahat tutun. Ən yüksək xeyrinizə xidmət edəsin. Sevgi və işıqla qalın. Əziz Dolça bürcləri oxuyan yüksələn bürcü Dolça olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Əziz Dolça bürcləri, noyabr ayında 4-cü evinizdə dolunay, 10-cu evinizdə Venera və ay var. 10-cu evinizə keçəcək olan Venera işləyən Dolça bürclərinin karyerada yüksəlməyinə, uğurlar qazanmağına və iş həyatında qadınlardan yana böyük şanslarla qarşı-qarşıya gəlməyinə səbəb verə bilər. İş həyatınızda qadınlardan dəstəklənə bilərsiniz ya da vəzifənizi yüksələ bilər, daha uğurlu ola bilərsiniz. Əgər bir işiniz yoxdursa, bir işə girə bilərsiniz və gözəl yüksəlişi, uğuru, nailiyyətləri təcrübə edə bilərsiniz. Olduqca gözəl bir dönəmdəsiniz. Üstəgəl noyabrda bir dənə də 10-cu evinizdə yeni ay olacaq. Bu isə iş həyatı ilə bağlı dəyişim, yeni bir başlanğıc, bitiş, amma daha çox başlanğıc mənasındadır. Yəni ki, noyabr ayı yeni bir vəzifəyə gəlmək, uğur qazanmaq, yüksəlmək ya da iş dəyişikliyi üçün çox dəstəkləyici və yaxşı mənada dəstəklənib
yüksələ biləcəyiniz çox şanslı iş həyatından bağlı çox gözəl bir perioddur. İş həyatından bağlı bu qədər uğurlu olsa da işdən gələn pulla bağlı yeni şey deyə bilmərəm. Noyabr ayı sizi yüksəldə bilər, amma məsələn daha çox maddi olaraq daha rahat hiss edəcəyiniz dönəm noyabrdan sonraki period ola bilər. Bununla yanaşı dostluqlarınızdan yana köhnə dostlarınız gündəmə gələ bilər. Həll etmədiyiniz yarımçıq qalan ya da problemli münasibətinizin bitdiyi bir dostluğunuz varsa, bu dostluğunuz gündəmə gələ bilər. Köhnə xəyallarınız gündəmə gələ bilər. Dostluqlarınızla bağlı ümumiyyətlə yeni ya da köhnə dostluqlarınızla bağlı biraz gərginliklər və biraz mübarizələr yaşaya biləcəyiniz bir aydır. Noyabrda 4-cü evinizdə olacaq olan dolunay ev, ailə, yuva mövzularını gündəmə gətirir. Ailədən yana, evdən yana həll etmədiyiniz yarımçıq qalan bir şeylər varsa, bunlar tamamlana bilər. Bununla yanaşı yeni bir yerə köçmək, evi satmaq, ev almaq ya da evdə, ailədə, evdəkilərlə nələrinsə gündəmə gəlməyi, tamamlanmağı, dəyişimi də ola bilər, yaşana bilər. Sırf öz bürcü dolçu olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Sırf öz bürcü dolçu olanlar noyabr ayında maddi enerjinizdə olduqca güclü olacaq. Bolluq və bərəkət sizlə bir yerdədir. Güclü bir kişi fiqurundan və güclü bir qadın fiqurundan yana dəstəklənə bilərsiniz. Həm qadınlardan, həm kişilərdən yana dəstəklənəcəyiniz, istəklərinizə, arzularınıza doğru gedəcəyiniz bir dönəm olacaq. Maddi olaraq daha bərəkətli bir dönəm olacaqkən, sevgi barədə də olduqca şanslı və gözəl bir dönəm olacaq. Həyat enerjinizin yüksələcəyi, motivasiyanızın yüksələcəyi, bəlkə yeni sevgi, bəlkə yeni eşq, bəlkə yeni arzularınızı gerçəkləşdirmək ya da arzu gerçəkləşdirməklə bağlı addımlar daha yaşana bilər. Olduqca gözəl, şanslı, dəstəkləyici, möhtəşəm bir aydır. Ən yüksək xeyrinizə xidmət edəsiniz, sevgi və işıqla qalın. Əziz balıq bürcləri və xüsusən yüksələn bürcü balıq olanlar, gəlin görək noyabr ayında sizi nələr gözləyir. Əziz balıq bürcləri, noyabr ayında 9-cu evinizdə olacaq olan Venera sizin xüsusən xaricə getmək istəyənlər ya da səyahət eləmək istəyənlər üçün böyük şansları gətirəcək. Bir çox balıq bürcü ya da yüksələn bürcü balıq olan insanlar, xüsusən də yüksələn bürcü balıq olan insanlar bu dönəmdə xaricə gedə bilər, yeni yerlərə səyahət eləyə bilər, akademik mövzularda uğurlar qazana bilər, imtahanlar verirsinizlərsə ya da universitet təhsilinə bağlı bir şeylər varsa, bunu uğurla keçirdə bilər. Bununla yanaşı din, mənəviyyat, spiritual mövzularda böyük şanslarla qarşılaşa bilər və yəni ümumiyyətlə şansla qarşılaşa bilərsiniz. 9-cu evinizdə Venera olmağı möhtəşəmdir, gözəldir, xoşdur və mənəvi olaraq dəstəkləyici bir dönəmdir. 9-cu evinizdə olacaq olan yeni ay din, təhsil, səyahət, fəlsəfə kimi mövzularla bağlı yeni bir başlanğıca başlama, həyat fəlsəfənizdə gözəl bir dəyişim yaratma, özünüzü daha çox sevməyinizə də bir nöqtədə Venera ilə bir yerdə vəsilə ola bilər. Bu dönəmdə inanclarla bağlı gözəl başlanğıclar da özünü göstərə bilər. 3-cü evinizdə olacaq olan dolunay isə yaxın çevrə, qohum-əqrəbə, qonşu, qardaş-bacı kimi insanları gündəmə gələ bilər və bu insanlarla bağlı həll olmayan və həll olması gerəkən bir şeylər varsa, bunlar həll ola bilər. Yaxın yol səyahətləri, yeni təlimlər almaq, təhsillər almaq, özünü inkişaf elətdirmək mövzuları da noyabr ayının əsaslı mövzularıdır. Bol-bol inkişaf eləyəcəyiniz yaxın və ya uzaq yol səyahətləri etmə ehtimalınızın yüksək olduğu bir dönəmdir. Ya ölkə xarici, ya ölkə daxili səyahətlər edə biləcəyiniz bir perioddur. Bununla yanaşı 3-cü evinizdəki dolunay, dediyim kimi, qohumları, qonşuları və qardaş-bacıları da gündəmə gətirə bilər. 10-cu evinizdə Mars və retro-pozisiyada Merkuri olacaq. Bu, sizin karyera həyatınızda biraz mübarizələr verə biləcəyinizi göstərir. İş həyatından bağlı bir damcı problemlər ola bilər, çətinliklər ola bilər əgər işləyirsinizsə. Lakin karyeranızda bəlkə də daha yaxşı yerlərə gələ bilmək üçün mübarizə də verə bilərsiniz. Karyera həyatında, iş həyatında biraz gərginliklərdən keçə bilərsiniz və iş həyatı ilə bağlı uzun zamandır həll olmayan, amma həll olması gerəkən bir şeylər varsa, bunlar da gündəmə gələ bilər və həll ola bilər. Karyeradan yana çox bomba olmasa da müəyyən qədər şansların sizlə bir yerdə olacağı maraqlı bir dönəmdir, əziz balıq bürcləri. Bununla yanaşı sırf öz bürcü balıq olanlar sizə də deyəcəyim bir şeylər var. İstəklərinizə, arzularınıza böyük bir sürətlə gedəcəyiniz, biraz çox məsuliyyət götürəcəyiniz, biraz çox zəhmət çəkəcəyiniz bir dönəmdir. Bu dövrdə bir şeylər tam istədiyiniz kimi yaxşı ya da uğurlu olmursa, bilin ki, bunun sizin özünüzü bloklamağınızla əlaqədardır. Yəni əslində bir problem, blokaj ya da bariyer yoxdur. Siz öz beyninizdə özünüzə bir bariyer, blokaj, psixoloji olaraq ya da spiritual olaraq özünüzə bariyerlər qoyursunuz. Əksinə, noyabr ayı sürətli inkişafların ola biləcəyi, uğurlu enerjilərin özünü göstərə biləcəyi, bol-bol məsuliyyət götürəcəyiniz, biraz da belinizin ağrıyacağı bir aydır. Arzulayıram ki, ən yüksək xeyrinizə xidmət edən noyabr ayı sevgi və işıqla qalın. Videomu bəyəndinizsə bəyənməyi də unutmayın. Sağ olun, salamat qalın. Əziz bütün bürcülər, noyabr ayı möhtəşəm və düşərli olsun. Sevgi və işıqla qalın.